Salam, hörmətli tamaşaçılar. Eldin Sevinin vətəndaş mövqeyi efirdədir. Bilirik ki, 29 iyun tarixində Heydər Əliyev mərkəzində 1-ci Türkoloji Qurultayın 100 illik yubileyi keçirildi. Bu, cənab prezidentimizin müvafiq sərəncamı və təşəbbüsü ilə yüksək səviyyədə, dövlət səviyyəsində qeyd olundu. Bu haqda danışmaq üçün studiyamızın qonağı ictimai siyasi xadim, millət vəkilimiz, Türk Dövlətləri üzv ölkələrinin QHD platformasının baş katibi Azər Allahverənov qonağımızdır. Xoş gördük sizi, Azər müəllim. Xoş gününüz olsun ki. Azər müəllim, mən istərdim ki, 1-ci Türkoloji Qurultayın mahiyyətindən, əhəmiyyətindən, orada hansı mesajlar səsləndirildi, hansı dövlət nümayəndələri iştirak elədi? Buyurun, danışın. Zəhmət olmasa. Deməli, Gülşah xanım, ilk əvvəl onu qeyd edeyim ki, bəli, çox bir əlamətdar bir hadisəyə şahidlik elədik. Bilavasitə həmin bir prosesin iştirakçısı olmaq şübhəsiz ki, bizim üçün həqiqətən də sevinçli olmaqla yanaşı, həm də bir qürur verici bir haldır. O səbəbdən ki, düz 100 il bundan qabaq Azərbaycanda Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən vacib bir hadisə baş vermişdi ki, bu da Türkoloji Qurultay keçirilmişdi. Mən xatırlayıram, mənim Kazan Dövlət Universitetinin Tarix Fakültəsində təhsil aldığım bir dönəmlərdə bu Türkoloji Qurultay barədə Tatarstanda çox geniş danışılırdı. Amma maraqlı bu oldu ki, Azərbaycanda nəsə bu mövzu bir qədər Sovetlər dönəmində qapalı idi. Amma Tatarstanda çox böyük bir şərqşünaslıq məktəbi var idi. Bartolt və digərləri, onlar həm də bu prosesə birbaşa və ya dolayısıyla iştirakçıları idilər. Və ümumiyyətlə Tatarstanda bu Türkoloji Qurultay barədə informasiya geniş yayılırdı və Tatarstan, Başqırtıstan və digər respublikalarda, xüsusilə də Türk dilli respublikalardan söhbət gedir. O dönemdə artıq bu qurultay barədə təbii ki, bizdə müəyyən bir informasiya var idi. Sonraki bir mərhələdə müstəqillik artıq Azərbaycana qazanıldıqdan sonra bir çox məsələlərə tamamilə fərqli kontekstdə baxıldı. Burada artıq Sovet ideologiyası yoxdur, başqa bir hər hansı bir çərçivələr yoxdur. Burada millilik, burada Azərbaycançılıq, burada müstəqil Azərbaycan Respublikasının artıq bir Türk dünyasının bir tərkib hissəsi olması fikri üzərində köklənən bir yanaşmanın sərgiləndiyini biz gördük və bu bəlli məsələdir ki, 90-cı illərin əvvəllərində geniş vüsət alan həmən o milli azadlıq hərəkatı dönəmdə bu məsələlərə xüsusi diqqət bəslənməyə başlanıldı və nəticə etibarilə bugün artıq, bax bu il biz düz 100 il bundan qabaq keçirmiş qurultayın Azərbaycanda qeyd olunmasını keçiririk və bununla da əlaqədar ola bildiyiniz kimi təhsil məsələlərində, elmi məsələlərdə çox sayılı müxtəlif universitetlərdə bu mövzu ilə əlaqədar olaraq Türkoloji Qurultayın 100 illiyindən bağlı olaraq çox sayılı tədbirlər keçirir. Müxtəlif konferanslar, plenar iclaslar, müzakirələr, ictimai müzakirələr hətta nəzərdə tutulur. Amma bugün bildiyiniz kimi Azərbaycanda hal-hazırda Türk Dünyası həftəsi keçirilir və bu Türk Dünyası həftəsi də məhz Türkoloji Qurultayın 100 illik dönəminə həsr olunmuş bir həftədir və bu həftə ərzində qeyd etdiyim kimi həmin o tədbirlər çox sıx şəkildə həyata keçirilməkdədir. Dünyanın müxtəlif ölkələrindən Azərbaycana çox sayılı qonaqlar gəlibdir. Xüsusilə də Türk dövlətlərindən, eyni zamanda Türk dilli respublikalardan olan şəxslər də var və bu artıq ondan xəbər verir ki, Azərbaycan həmişə olduğu kimi biz bu barədə bir qədər əvvəl danışmışdıq. Həmin o beynəlxalq tədbirlərin keçirildiyi bir platformaya çevrilibdir və xüsusilə də o tədbirlər ki, hansı ki, bilavasitə Azərbaycan tarixi ilə bağlıdır, Azərbaycan Respublikasının müxtəlif dövrlərini bu və digər formada işıqlandıran çox mühüm hadisələrlə əlaqəlidir və biz artıq görürük ki, Azərbaycan ümumbəşəri mahiyyət daşıyan bir çox tədbirlərlə yanaşı, eyni zamanda da Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən çox vacib tədbirlərin keçirildiyi bir məkana çevrilibdir. Dünən Türkoloji Qurultayda, həmən Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası həftəsinin açılış tədbirlərində ilk əvvəl cənab prezident İlham Əliyev və digər Türk Dövlətləri Təşkilatının üzv olan ölkələrin başçılarının təbrikləri dilə gətirildi və burada həmin o təbriklərin özündə də çox vacib bir strateji bir
mahiyyət kəsb edən çox vacib bir mesajlar var idi və bu mesajlar faktiki olaraq Türkoloji Qurultayın 100 illik dönəmində bu və ya digər formada bu proseslə əlaqəli həyata keçirilən tədbirlərin bir növ hardasa bir plan prospekti kimi də dəyərləndirilə bilər. Çünki konkret olaraq biz hara getmək istəyirik, söhbət hansı məqsədlərə çatmaq istəyiriksə, bunlar hamısı Türk Dövlətləri Təşkilatının üzv ölkələrin başçılarının təbriklərində xüsusilə yer aldı. Təbii ki, ortaq tarixə, dilə, mədəniyyətə nəzər salındı və bu tarix Türkoloji Qurultay 100 il bundan qabaq keçirilsə də belə, yəni bir 100 illik yubiley tədbiri olsa da belə, amma ki Türk dünyasında gedən proseslərin çox 100 illik, 1000 illik belə bir tarixi var və bu tarix, bu proseslər tarixin süzgəcindən gəlib nəticə etibarilə 1926-cı ildə Türkoloji Qurultayın keçirilməsi zamanı artıq keçmiş tarixə tamamilə fərqli bir kontekstdə nəzər salındı və Türk dünyasının monolitinə xidmət edən bir növ strategiyanın cızıldığını biz gördük. Məsəl üçün, ortaq əlifbanın qəbul olunması, ortaq dil məsələləri və burada da həm də bütövlükdə Türk dünyasının daha da həmrəy olmasına səbəb ola biləcək çox vacib bir qərarlar idi. Yeri gəlmişkən elə məhz bu səbəbdən də 100 il bundan qabaq Türkoloji Qurultayda qəbul edilmiş qərarlardan qorxan rəsmi Moskva xüsusilə də bu qurultayın keçirilməsində iştirak edən şəxslərə qarşı amansız repressiya maşınını işə saldı və nəticə etibarilə orada iştirak edən bir çox insanlar bu və digər formada repressiyaya məruz qalmışdır. Kimisi güllənilmişdi, zəhərlənən də olmuşdu, vəzifəsindən uzaqlaşdırılan, müxtəlif təqiblərə məruz qalan. Çünki bu həqiqətən də o dönəm üçün çox böyük bir cəsarətli bir addım idi. Yəni ilkin olaraq o tədbiri başqa cür görən insanlar sonra gördülər ki, yox, bu tədbir, bu Türkoloji Qurultay kifayət qədər çox ciddi, bəlkə də ola bilsin ki, müəyyən mənada o Sovet ideologiyasının o prinsiplərinə zidd ola biləcək bir mənzərənin yaranmasına gətirib çıxarda biləcək bir reallıq formalaşdırır. Və bu qurultayın gedişatı zamanı da bu məsələlər artıq geniş şəkildə müzakirə olunurdu o dönəmdə. Yeri gəlmişkən elə o dönəmdə kifayət qədər bu prosesdə fəal iştirak edən Səməd Ağamalıoğlu da sonraki mərhələdə yeni Türk əlifbasının komissiyasında sədri də olmuşdu. Həmin şəxs də mənim bilavasitə yaxın qohumumdur deyə mən müəyyən mənada bu məsələlər barədə də yəni məlumatlıyam və xatırlayıram ki, hətta bizim ailədə də vaxtaşırı Türkoloji Qurultay barədə, xüsusilə də Səməd Ağamalıoğlu'nun ictimai-siyasi fəaliyyəti barədə də müəyyən informasiyalar yayılırdı. Təbii ki, yəni qeyd etdiyim kimi müəyyən səbəblərə görə o dövrdə repressiya və digər məsələlər olduğu üçün də çalışırdılar ki, bir çox məsələləri geniş işıqlandırmasına, amma mahiyyət özlüyündə qalırdı. Yəni o fəlsəfi düşüncə ki var idi, hansı ki o ictimai-siyasi fikirdə yer almışdı, Türk dünyasının monolitliyinə səbəb ola biləcək bir reallıq məhz həmin o Türkoloji Qurultayda gedən proseslər zamanı müəyyən olunmuş və əsası da elə onda da qoyulmuşdu. Yeri gəlmişkən elə Türk əlifbasına keçid də həmin dövrdən sonra baş verirdi, qeyd etdiyim kimi və burada da çox maraqlı bir nüans nədən ibarətdir. Bu sadəcə olaraq bir əlifbaya keçid deyildi. Buna həm də əlifba üzərindən orta dilin bütün o ideoloji çərçivələrini müəyyənləşdirməsi, burada bir çox məsələ leksika, frazeologiya və digər məsələ dil qrammatikası var idi və bunun ətrafında da hətta müxtəlif respublikalarda elə o cümlədə mənim də təhsil aldığım Kazan Dövlət Universitetində də filologiya fakültəsində də müəyyən işləmələr həyata keçirilirdi və artıq burada alınmış mesajları, yəni konkret belə deyək, buna tapşırıq deyək, tapşırıqlar Qazaxstanda, Özbəkistanda, Tatarstanda, Başqırtistanda və müxtəlif yerlərdə artıq dərindən, Türkiyənin özündə dərindən öyrənilməyə başladı və nəticə etibarilə də yeni bir yanaşma sərgilənmiş oldu. Bizim dünən keçirdiyimiz Türk Dünyası həftəsinin açılış tədbirində də
səslənən fikirlərin qayəsini də məhz o fikir təşkil edirdi ki, 100 il bundan qabaq əsası qoyulmuş böyük bir proses var ki, bugün bu proses artıq Türk Dövlətləri Təşkilatının uğurlu şəkildə fəaliyyət göstərməsində öz əksini tapmaqdadır. Yəni bir zaman bir qurultaydan başlayan bir proses artıq 2026-cı ildə Türk Dövlətləri Təşkilatı müstəvisində reallaşmaqdadır. Hətta mən sizə maraqlı bir məqama da münasibət bildirmək istəyirəm, o barədə danışmaq istəyirəm. Məsələ bundadır ki, mən müxtəlif beynəlxalq tədbirlərdə olanda hərdən də hətta Türk Dövlətləri Təşkilatı, yəni bu bir təşkilatdır. Bunun bir institusional çərçivələri var, müxtəlif işləyiş strukturları və s. və ilaxır. Amma eyni zamanda Türk Dövlətləri Təşkilatını ittifaq kimi görənlər də var artıq və hətta bəzi beynəlxalq deməli təşkilatlarda təmsil olunan şəxslər müxtəlif platformalar üzərindən həmişə Türk Dövlətləri Təşkilatı barədə danışanda artıq buna bir Türk İttifaqı deyə belə bir işarə də eləyirlər. İndi bunu bəzi hallarda xoş məramla da dilə gətirənlər var. Hətta bunu da müəyyən bir özləri üçün təhlükə görənlər də var. Misal üçün Avropa Birliyində, yəni bildiyiniz kimi çox maraqlı bir proseslər gedir və orada da bu anti-Türk əhval-ruhiyyəsi həmişə yüksək olubdur. Xüsusilə də Avropa Parlamentində, AŞPA-da, ayrı-ayrı Avropa Birliyinə üzv olan ölkələrdə də biz Skandinav ölkələrində də görürük ki, hər zaman bu anti-Türkiyə meyilləri və bunun üzərində də köklənən bir kampaniyalar aparılıbdır. Burada sanki bir Türk xofu var və bu da sirayət edir bütün Türk dilli xalqlara, o cümlədən də Azərbaycana da, Azərbaycan xalqına da və nəticə itibarilə də biz hər zaman sual axtarırıq ki, bizə qarşı bu qərəzin kökü hardadır? Qərəzin kökü məhz oradadır. Və Avropa Birliyi artıq özü üçün Avrasiya qitəsində çox ciddi bir rəqib görür. Bu da Türk Dövlətləri Təşkilatının gələcəkdə əgər ittifaq səviyyəsinə gələrsə, bu böyük bir coğrafiyanı 360 milyondan çox, yəni Türk dünyasını biz saysaq, bu 360 milyonluq bir əhalidir və şərqlə qərbi bağlayan bütün inteqrasiya layihələrində kökündə məhz həmin o Türk Dövlətləri Təşkilatının üzv olan ölkələrin ərazisində reallaşan layihələr təşkil edir. Və bundan da təbii ki, müəyyən mənada narahat olunanlar var. Amma ki, Türk Dövlətləri Təşkilatının da çox maraqlı bir missiyası, bir bağlayıcı bir missiya var, bir barış gətirəcək bir missiya var, humanist missiyası var və kifayət qədər də belə açıqdır. Hətta keçən il Qəbələdə keçirilən qeyri-rəsmi zirvə toplantısında da qəbul olunan qərarlardan da biri Türk Dövlətləri Təşkilatı plus formatının qəbul olunması. Bu Türk Dövlətləri Təşkilatının plus formatı nə demək? Bu həm Türk dünyasının coğrafiyasına əhatə eləmə məsələdir, həm də Türk Dövlət Təşkilatının özü də digər təşkilatlarla, beynəlxalq təşkilatlarla əməkdaşlıqda həmişə açıqdır və bu baxımdan da həm də maraqlıdır və həm də bu vacib nüans. Misal üçün digər təşkilatlarda biz bunu çox nadir hallarda görərik ki, həm açıq olsun özü üzvlüyünə və digər məsələlərə fəaliyyət dairəsinə, həm də ki hər zaman yeni layihələri irəli aparmış olsun. Yəni biz zaten əksinə görürük ki, bəzi hallarda hansı beynəlxalq təşkilat hansısa bir prosesə qoşulur. Amma Türk Dövlətləri Təşkilatının özü böyük bir prosesi irəli aparır. Bax, fərq buradadır. Və Türkiyoloji Qurultayın 100 illiyinə həsr olmuş dünən açılış mərasimi olan Türk Dünyası həftəsi. Burada təbii ki, daha çox mədəni kontekstdə dil, əlifba, burada Türk identikliyi, Türk xalqları arasında həmrəylik bağlarının gücləndirilməsi, sonra birgə layihələrin həyata keçirilməsi, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə yanaşı eyni zamanda Türk dünyasına müəyyən mənada bir-birindən daha da sıx edə biləcək yeni bir təşəbbüslərin irəli sürülməsi üzərindən köklənə biləcək bir həftədir ki, mən əminliklə deyə bilərəm ki, burada qaldırılan, yəni bu həftə boyu qaldırılan bir çox məsələlər sonraki mərhələdə proyeksiya olunacaqdır, uğurlu şəkildə reallaşacaq layihələrə. Yeri gəlmişkən, keçən həftə biz Türkmən irsi ilə bağlı çox böyük bir tədbir keçirdik. Misal üçün Suriyadan, İraqdan, Livandan və digər dövlətlərdən gələn türkmanlar var idi ki, hansılar ki, onlar da həmin o
Türk identikliyinin əsas daşıyıcılarından biridirlər. Amma onlar Türk dünyasıdırlar. Türk Dövlətlər Təşkilatının inzibati deyək ərazilərindən və coğrafiyasından bir qədər kənarda qalmış kimi görünə bilərlər. Amma reallıqda onların qəlbi də, ürəyi də məhz Türk dünyasından döyünür və xüsusilə də Azərbaycandan döyünür. Hətta mənim yadıma düşür ki, İraqdan, Kərkükdən, Mosuldan, sonra Hələbdən, Suriyanın Hələb şəhərindən olan Türkmanlar var idi. Onlar dedi ki, biz Azərbaycana gələndə sanki öz evimizə gəlirik. Yəni biz düşünmürük ki, başqa bir respublikaya gedirik. Biz öz evimizə gəldiyimiz kimi gəlirik və Naxçıvanda biz onlarla bir neçə yerə ziyarət edərkən o müqəddəs yerləri, onlar deyirdi ki, bu bizim üçün o qədər doğmadır ki və hətta biz bəzi hallarda da nəsə qıraqdan eşitirdi filan, amma ki biz gəldik yerdə tamamilə başqa bir şey görürük, başqa bir mənzərə görürük və bizim belə deyək, bir sehirli bir bağlılığımızın nədən ibarət olduğunu biz burada artıq aşkar eləyirik. Çünki onlar çox rahat şəkildə bizlə həmin dildə danışırlar. Hətta bizim atalar sözünü biz istifadə elədiyimizi də onlar istifadə edirlər. Hətta bizim bəzi bölgələrə xas olan ləhcə, şivə onlarda da eyni ilə də özünü göstərməkdədir. Və hətta mən sizə deyim, bəzi hallarda elə olurdu ki, indi bizim orada Türkiyədən olan qardaşlarımız da var idi və Türkiyədən olan qardaşlarımızla biz söhbət eləyəndə məsələn Anadolu ləhcəsi ilə Türkmanların danışdığı ləhcə tam bizim ləhcə idi. Yəni daha yaxın hiss olunurdu və onlar özləri də boyunlarını alırdılar ki, yəni bu çox maraqlı bir dildir Azərbaycan türkçəsi, Azərbaycan dili. Çünki siz elə bir ki, sanki o proto-türk ləhcəsini və dilini özünüzdə qoruyub saxlaya bilirsiniz. Baxmayaraq ki, digər xalqlarda müəyyən bir hansısa bir çalarlar formalaşıbdı zamanla, amma sizdə Azərbaycanda bu xüsusilə qorunub saxlanıbdır və bu da bizim ən böyük nailiyyətimizdir və bu baxımdan da təbii ki, mən ilk əvvəl Cənab Prezidentə İlham Əliyev öz təşəkkürümü bildirirəm ki, çox vacib bir, nəcib bir missiyanı Azərbaycan bax bu Türkoloji Qurultayının 100 illiyi qeyd olunması ilə bağlı öz üzərinə götürübdür və bu da Türk dünyasını daha da monolit edəcək, daha da bir edəcək, daha da onun həmrəyliyinə səbəb ola biləcək çox vacib bir missiyadır və digər Türk dövlətlərinin təşkilatına üzv olan ölkələr də bu prosesdə kifayət qədər fəal olmaları elə artıq bundan xəbər verir ki, bu həm də onların bütövlükdə maraqlarına cavab verir. Çünki söhbət ortada milli maraqlardan bu Türk dünyasının maraqlarıdır, başqa bir maraq deyil. Necə ki, Cənab Prezident deyir ki, bizim ailəmiz Türk ailəsidir və həqiqətən də başqa bir ailələrin də biz nə qədər də onlarla bir xoş münasibətdə olsaq da zaman-zaman onların özünə məxsus bir maraqları var. Amma Türkün marağı dəyişmir, Türkün marağı birdir, Türkün mövqeyi birdir, Türkün sözü birdir, sözü də elə imzası qədər də dəyərlidir. Azər müəllim, bayaq vurğuladınız, Səməd bəy Ağmalı sizin qohumunuz olubdur. Bu təsadüf müdür, qismət midir, tali midir? Üstündən 100 il keçibdir, o da o vaxtda baş katib olub. Bugünə siz Türk Dövlətləri Üzv Ölkələri QT platformasının baş katibisiniz. Və bununla bağlı istərdim öz mövqeyinizi bildirin və bu geniş tamaşaçıların əksəriyyəti bilmir ki, sizin o zaman elə bir yaxın qohumunuz olubdur, elə bir fəaliyyəti olan, elə bir ideologiya xidmət edən bir qohum olduğunuzu. Məsələ bundadır ki, Səməd ağa Ağmalıoğlu o dönəmdə çox müxtəlif dövlət vəzifələrində ən yüksək səviyyədə təmsil olunmuş bir şəxs olubdur və Azərbaycan Xalq Cümhuriyyəti dönəmində də kifayət qədər fəal olub, ona qədər ki bir dövrdə də və çox mülkədar zümrənin təmsilçisi də olsa da belə hər zaman xalqın içində olan bir şəxs olubdur və özünə məxsus bir avtoriteti olubdur xalq arasında, xüsusilə də Ağstafa rayonunun, o dönəmdə Qazax rayonunun Qıraqkəsəmən kəndindəndir əslən və çox maraqlı bir məqam nədən ibarətdir? Bəli, siz çox doğru qeyd elədiniz ki, biz çox zaman ümumiyyətlə bu tarixi proseslər sanki bir-birindən ayrı-ayrı getsə də belə, sonradan biz görürük ki, bunların arasında hansısa bir sehirli bir bağlar var və bu bağlarda qeyd etdiyim kimi sanki elə bir ki, nəsillərdən nəsillə ötürülən hansısa bir o kodlar
vasitəsilə sonraki mərhələdə özünü büruzə verir. Misal üçün, o dönəmdə tək Səməd ağa Ağamalıoğlu yox, ümumiyyətlə bir çox tanınmış mütəfəkkirlər o dönəmdə, xüsusilə də bu Qori Seminariyasının məzunları və digər şəxslər, onlar da eyni zamanda, misal üçün, mənim çox yaxın qohumlarım olubdur. Bunların arasında Yusif Əfəndiyev, sonra Qazax müəllimlər seminariyasında rus dili, Azərbaycan rus dili və ədəbiyyatından dərs demiş, hətta Səməd Vurğun və Mehdixan Vəkilov bunda müəllim olubdur. Və böyük bir səcərə o dönəmə təsadüf edir. Bu Hacı Qasımovlar, Qayıbzadələr, Dilbazilər və Əfəndizadələr, yəni söhbət Qazax malından gedir. O bizim yaxın qohumlardır ki, və onların da böyük əksəriyyəti çox oxunmuş, o dövr üçün çox ziyalıları və müxtəlif universitetlərdə təhsil almış. Misal üçün, onların arasında Mustafa Hacı Qasımov var, tanınmış həkim, yəni ilk Respublikanın, Azərbaycanın pediatrı və digər şəxs. Yəni, bunlar hamısı ayrı-ayrı dönəmlərdə çox qısa bir zaman kəsində, 1860-cı illərdən başlayaraq 1920-ci, 30-cu illərə qədər çox o dövr üçün çox mütərəqqi təhsil almış və bu səbəbdən də müxtəlif dövlət vəzifələrində təmsil olmuş, amma böyük bir qismi sonradan repressiyaya məruz qalan şəxslər oldu. Məsəl üçün, Dilbazilər nəslindən çox saylı insanları bu və digər formada repressiyaya məruz qoymuşlar. Sırf o səbəbdən ki, bunlar Dilbazi nəslinin nümayəndələri olublar. Məsəl üçün, onların arasında müxtəlif şəxslərin mən adını çəkə bilərəm. Əminə Dilbazidən tutmuş və digərləri ki, hansılar ki, mənim çox yaxın qohumlarımdır. Və bu artıq ondan xəbər verir ki, yəqin ki, bu həmin o dediyimiz o kodlar nəsildən nəsilə müxtəlif, biz bilmədiyimizdə bağlar üzərindən ötürülür. Genetik olaraq bəlkə də ola bilsin ötürülür. Amma bu da bir təsadüfdür ki, yəni bir xoş təsadüfdür. Hərçək ki, mən fəlsəfə doktoru olduğum üçün deyə bilərəm ki, burada təsadüflər olmur. Hər şeydə də bir qanuna uyğunluq var və görünən odur. Və 100 ildən sonra belə bir tədbirdə məhz Türk Dövlətləri Təşkilatı üzv ölkələrin qeydiyyat platformasından bir baş katibi olaraq mənim də iştirak etməyim, bəlkə də ola bilsin ki, həmən dediyimiz o nəsilə ötürülən o həmin o genetik kodlar vasitəsilə mənim üzərimə qoyulan bir missiyanın bir reallaşması kimi də və ya təzahürü kimi də bunu qəbul eləyək və bu bir tərəfdən sevindirir. Sevindirən odur ki, bu Türk dünyasında gedən bir çox proseslər, biz indi aşağı-yuxarı bu prosesin biraz az olsa da yəni bu proseslərin iştirakçısıyıq, amma istənilən halda sevindirən odur ki, bəlkə də 100 ildən sonra artıq Azərbaycanla bağlı və Türk dünyası ilə bağlı danışılan, deyilən sözlər arasında, xüsusilə də QHT platforması barədə vətəndaş cəmiyyəti institutları arasında olan bağlar, birgə layihələrin həyata keçirilməsi barədə danışılır. Yəni ki, bizi də xatırlayarlar. İndi biz də öz fəaliyyətimizdən də biz də çalışarıq ki, bizdən sonra gələn nəsillərə çox zəngin bir miras qoymuş olaraq. Təşəkkür edirəm Azər müəllim, çox maraqlı açıqlamalarınıza görə var olun. Hörmətli tamaşaçılar, verilişimizin qonağı millət vəkilimiz Azər Alaferhanov idi.